videoda mövzumuz 7-ci sinif ingilislik kiçik summativ qiymətləndirmə 3. Unique sözünün mənasını istəyir. Yatmadığım saatlar. Xeyr. Unusual, qeyri-adi və ya xüsusi. Bəli, unique nadir deyən deməkdir. Amazing, xeyr. Bright, parlaqdır, xeyr. Desire sözünün sinonimini istəyir. Desire arzulamaqdır. Politeness, nəzakət, xeyr. Exhibition, sərgi, xeyr. Ribbon, rezil, xeyr. Wish, arzulamaq. Adjectives sırasını istəyir. Bu şəkilçi sifət düzəldən şəkilçidir. Adjective sifət deməkdir uşaqlar. Və strong da elə güclü deməkdir, yəni A variantı. B variantında memory, yaddaş, isimdir. Strength isə TH şəkilçisi artırmaqla, baxın, bu sifətdən isim düzəlib. Happy, xoşbəxtdir, sifət deməkdir, amma health, sağlamlıq isimdir. Illness, xəstəlik isimdir. Baxın, bu şəkilçi isim düzəldən şəkilçidir. Poor isə kasıb deməli sifətdir. Və bizə lazım olan A variantıdır. Düzgün sözü istəyirəm. My granny a blue jacket. Nənəm mənə rənglədi, mavi jaket, xeyr. Toxudu. Decided, qərara gəldi. Calculated, hesabladı, xeyr. Toxudu. Knitted. Underline the correct phrasal verbs. Düzgün frazeoloji feillərin altına xətt çəkin. Deyir, mən, I have to work on, nəyinsə üzərində işləmək. My articles. Mən məqalələrimin üzərində işləməliyim. Give up isə uşaqlar tərk etmək, buraxmaq. Bu mənadadır və burada uyğun olunur. I believe in getting better results in my exams. Mən daha yaxşı nəticələr əldə edəcəyimə neynirəm? İnanıram. Find out isə uşaqlar, yəni kəşf etmək, agah olmaq, yəni belə bir mənadadır. Cümlə düzəltmək. Lil had win pictures in his drawers. Aha. Deməli, Lee Hodwin bu mübtədadır, bu xəbərdir, bu tamamlıqdır, yəni mübtəda xəbər tamamlıq, yuxusunda. Burada Z artikli olmur uşaqlar, çünki niyə? His var. İndi yazırıq. Lee Hodwin draws pictures in his sleep. Düzgün deyir, işlədim. Past continuous uşaqlar keçmiş davam edici zaman deməkdir. Keçmişdə dəqiq vaxtda baş verən hərəkətləri bildirir. Düzəlməsi nə cürdür? To be-in keçmiş zaman forması 2 dənədir. Was, were və üstə gəl, fail, üstə gəl, ing şəkilçisi ilə düzəlir. İndi my friends cəmdə olduğuna görə biz burada were işlədəcəyik. Feildəki to-nu atırıq və sonuna ing artırırıq. My friends were playing in the park. Aha. I-da was olur uşaqlar. Yenə to-nu atırıq. I was listening
to the songs at 2 o'clock yesterday. Dünən saat 2-də görürsünüz. Keçmişdəki dəqiq vaxt. Peki ama yesterday olsaydı, bu olmasaydı, tutaq ki, onda keçmiş sadə zaman qoyulacaqdı. Aha, uyğunlaşdıraq. Look forward to nəysə səbirsizliklə olacağını gözləmək. Aha, put something off, to decide to do something at a later time. Yəni ki, təxirə salmaq. Give up, to stop, yəni təslim olmaq, tərk etmək bir də. Trying to do something. Və deyir, boş yerləri when və while qoyun. Uşaqlar, when və while'dan sonra hər ikisi bu anlamda sinonim gedə bilər ki, bunlardan sonra feil, deməli, necə olacaq cümlə quruluşu? Gəlin cümlə quruluşu yazın. When, while, sonra gələcək, mübtəda, yəni bir dənə şəxs, sonra feil və ing. Belə gəlir. Sinonimdirlər bu anlamda və onda Azərbaycan dilinə anda, əndə, when tərcümə olunur. While isə arkan, ərkən kimi. Amma bir məsələ var ki, uşaqlar, when-dən sonra üstəgəl keçmiş sadə zamanda işlənə bilir. Bu halda biz burada while işlədə bilmərik. Yəni, keçmiş sadə zaman gördüyünüz yerdə siz burada while verə bilmərsiniz. Amma keçmiş davam edici zaman olanda when və while ikisi də işlənə bilir. İndi baxın, birinci cümlədə was playing, keçmiş baxırıq, davam edici zamandır. Biz burada when-də işlədə bilərik, while-da işlədə bilərik. When və ya while. Was playing in the yard, she hurt her knee, deyir, həyətdə oynayanda dizini yaraladı. Burada da baxın, when və ya while ola bilər. Aha. When I was making və ya while I was making test düzəldərkən, hazırlayarkən uşaqlarım TV izləyirdilər. İkisi də ola bilər. Amma bu cümlədə isə baxın, burada keçmiş sadə zamandır. Burada artıq biz while işlədə bilmərik. Burada ancaq when işlənəcək. Burada cümlədə özündə də səhv var. Burada are ola bilməz, were olacaq. Deyir, biz problemi müzakirə edirdik. Dostum mənə zəng vuranında. Aha. Read the passage and answer the questions. Oxuyun və suallara cavab verin. No one knows Oxford's age. Heç kəs Oxford'un yaşını bilmir. The city, yəni Oxford şəhərindən söhbət gedir. The city is more than 1,000 years old. Mindən çox yaşı var. Oxford is a very beautiful city with narrow streets, small shops and markets. Oxford dar küçələri, balaca dükanları və marketləri olan qəşəng bir şəhərdir. It's famous for the university which is over 800 years old. O 800 ildən çox yaşı olan universitetinə görə məşhurdur. Today Oxford University consists of 35 independent colleges, libraries and laboratories. Bugün Oxford Universiteti 35 müstəqil kollecdən, kitabxanadan və laboratoriyadan ibarətdir. Every year it attracts tourists from all over the world. Hər il deməli ora dünya müxtəlif yerlərindən
Turistlər cəlb olunur. They visit the famous university and are interested in students' life in Oxford. Onlar universitetə gedirlər, universiteti ziyarət edirlər və Oxfordda oxuyan tələbələrin həyatı ilə maraqlanırlar. What is the passage mainly about? Əsasən nə haqqındadır? Oxford City. Which statement is correct? Hansı cümlə düzgündür? Oxford University appeared over 800 years ago. 800 il çoxdur var. Bəli. You can't meet a lot of tourists in Oxford. Birinci cümlə doğrudur. Oxfordda çoxlu turistlər rastlaşa bilmərsən. Xeyr, əksinə Oxfordda deyir çoxlu turist gəlir. Which verb in the passage means to go to see a person or a place? Bir yerə gedib ziyarət etmək, bir adama, visit. Write adjectives, verb uşaqlar fe'l deməkdir, adjective isə sifət deməkdir. Write adjectives from the passage. Gəlin, baxaq. Yəni sifət. Orada olan sifətlər. Beautiful. Sonra independent, müstəqil deməkdir. Famous, yuxarıda var, baxın. Famous. Sonra university and our interest in... bəsdir, bu qədər deyil. Bu qədər uşaqlar. Sağ olun.